müəllimlərin bugün istər gənc olsun, istərsə də ki, təcrübəli müəllimlərimiz olsun, bugün narazılıq etdikləri məsələlərdən biri də valideynlərlə işin təşkilidir. Ya valideyn məktəblə düzgün iş qura bilmir və yaxud da müəllimə, məktəbə yanaşması dəyişməlidir. Onlarla necə iş aparılmalıdır? Burada həm valideynin, həm müəllimin üzərinə düşən yük nədir, həm məktəb olaraq bu haqda da istəyərdim bir məlumat verirsiniz. Həm sinifin idarə olunması baxımından yuxarı siniflər, həm valideynlərlə işin təşkili. Düzgün vurğulayırsınız ki, ibtidai sinifdə tamamilə başqadır, yanaşma yuxarı sinifdə tamamilə başqadır, hətta valideynlərlə iş baxımından. Əgər ibtidai siniflərdə daha çox valideynin məktəbə nəzarəti bəlkə biraz düzgün səslənməz, yəni şagird öz övladı ilə maraqlanması, məktəbə davamlı şəkildə gəlib getməsi, bu hallar daha çoxdur. Amma yuxarı sinifdə sanki valideyn məktəblə əlaqəni kəsir. 5-ci sinifə qalxan şagird bəlkə biraz valideyn nəzarəti olur. 5-dən sonra isə valideyn nəzarəti azalır. Bu təbii ki, hamıya şamil olunmur. Elə valideynlər var ki, sona qədər öz nəzarətlərini davam edirlər. Amma bu nəzarətin azalması nəticəsində şagirdlərin bir qisminin artıq dərsə marağı da dəyişə bilər. Onların başqa obyektlərə olan marağı daha çox arta bilər. Müəyyən sosial mühitdə olurlar ki, həmin sosial mühitdən zərərli vərdişləri də hətta götürə bilərlər. Və bu zaman valideynin fikrində belə bir fikir formalaşır ki, mən şagirdi, övladımı məktəbə təhvil vermişəm və bundan sonraki proseslərin hamısını da məktəbdir. İştirakçı əsas vəzifə, belə deyim də, tərbiyə vəzifəsini daşıyan müəllimdir və mən hər şeyi ondan istəyəcəm. Bu tamamilə yanlış yanaşmadır. Nəzərə alınmalıdır ki, valideyn, müəllim, həmçinin də şagird, baxın, bu üç bucaq birlikdə fəaliyyət göstərməlidir. Və əgər valideyn özünü kənara çəksə, tərbiyə baxımından yalnız müəllimin üzərinə hər şey düşərsə, bu bir tərəfli olacaq və effektiv nəticə göstərməyəcək. Yaxşı olar ki, valideyn də həmin anda prosesə qoşulsun. Əgər müəllimin dediyini valideyn təkrarlamırsa, burada artıq tərbiyə prosesi pozulur.